Diqqət, sizinlə işimiz var. İş qurmaq, mövcud biznesini böyütmək, karyerasında irəliləmək istəyənlər üçün Nərmin Aşurzadə ilə idarə etmənin əsasları başlayır. Salam, hər vaxtınız xeyir olsun. Doğrudur, mikrofon qarşısında mənəm Nərmin Aşurzadə. Bugünkü həmsöhbətim isə birinci yüksəliş müsabiqəsinin qaliblərindən olan Güldənə Hidayətlidir. Biz onunla birlikdə həm qalibiyyəti haqqında danışacağıq, həm də təhsildə liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi ilə bağlı vacib nə varsa hamısını müzakirə edirik. Çünki Güldənə Bakı Ali Neft Məktəbində strateji inkişaf üzrə prorektordur. Bu gənc yaşda, hələ 30 yaş olmamışdan da öncə necə prorektor oldu, əsas yol nədən ibarətdir və nələri bilmək lazımdır, idarə etməklə bağlı hansı çətinlikləri var, hər birini soruşacağam. Və sizin də bu mövzu ilə bağlı deyəcək sözünüz, sualınız olsa, bizimlə əlaqə saxlaya bilərsiniz. Söhbətə sən də qoşul. Telefon nömrəsi 012 404 11 22. Güldənə, xoş gəlmisiniz. Necəsiz? Salam Nərmin xanım, xoş gördük. Əla. Əvvəlcə onu deyim ki, adınız çox qəşəngdir. Mən ilk dəfədir belə Güldanə eşitmişdim, amma Güldənə ilk dəfədə eşidirəm. Çox qəşəng adınız var. Çox sağ olun, təşəkkür edirəm. Adətən bildiyiniz kimi belə adlar nənələrdən qalır. Məndə də eyni haldır və nənəmin adı olub. Çox gözəl. Bəs necə oldu qalib gəldiniz yüksəlişdə? Necə oldu qalib? Ümumiyyətlə adınız sizə şans, uğur gətirir? Əslində bilmirəm, elə bir totemlərim yoxdur ki, nə mənə uğur gətirir, nə gətirmir. Necə qalib oldum? Lazım olan mərhələlərdən keçdim. Bildiyiniz kimi bir neçə mərhələlər var. Amma necə sualına tam olaraq əslində cavabım yoxdur. Çünki qiymətləndirmə kriteriyaları bildiyiniz kimi ekspertlər tərəfindən bu proses aparılır və onlar hələ də açıq bir aksesdə, yəni yoxdur deyə. Hansı hissədə necə qiymətləndirilmişik, hələ də bu sual olaraq özümüz üçün də qalır. Təxminlər əsasında lazım olan bacarıqları göstərməklə və orada tətbiq etməklə. Və daha çox istəyirəm ki, biz həmin o sizin təxminlərinizdən danışaq. Məsələn, insan özündə axı bilir o nədə daha yaxşıdır, nədə zəifdir biraz. Bunu məsələn ola bilər ki, ətrafa çox da hiss etdirmir, amma özü hansı xüsusiyyətləri, hansı bacarıqları nisbətən zəifdir, onu da təxmin edir. Ona görə sizcə sizin güclü və biraz zəif olan tərəfləriniz hansı idi? Əslində bu qeyd elədiyiniz bacarıq özü çox lazımlı bir bacarıqdır ki, özümüzü tanıyaq və yaxşı tərəflərimizi, güclü tərəflərimizi bilək, onları daha yaxşı önə çıxardaq, zəif tərəflərimiz üzərində isə işləyək, lazım olmayanda onları heç göstərməyək. Yəni onlar haqqında əsas odur ki, yalan danışmayaq, amma göstərməyək sadəcə olaraq. Yüksəlişdə məsələ belədir ki, bizdə sonda bir hesabat da verilirdi və belə bir analiz olurdu ki, hansı tərəflərin daha güclüdür, hansı tərəflərin daha zəifdir. Tam belə dəqiqliklə həmin hesabat və faizlər yadımda deyil, çünki kifayət qədər vaxt keçib. Amma güclü tərəflərimdən olan bu strateji düşüncə idi, nəticələrə yönəlmək idi, kreativlik idi və s. Bu yöndə olan bacarıqlar güclü tərəflərim olmuşdu. Yeri gəlmişkən biz onu da qeyd edək ki, bugün aprelin 10-u yüksəliş müsabiqəsindən qeydiyyatdan keçmək üçün son gündür. Yəni gecə saat 12-yə qədər qeydiyyatdan keçmək olar. Bax, sizcə kimlər keçməlidir? Kimlər mütləq iştirak etməlidir? Mənə elə gəlir ki, burada hansı bir kateqoriya yoxdur. Əgər kimsə öz gücünü yoxlamaq istəyirsə, əgər kimdəsə bir müsabiqə ruhu varsa, yarışma ruhu varsa, bundan əlavə olaraq ağıllı insanlarla, maraqlı insanlarla tanış olmaq istəyən hər kəs bu müsabiqəyə qatılmalıdır. Çünki itirəcəyimiz zaten bir şey yoxdur. İtirəcəyimiz bir şey yoxdursa, bu yolda nəsə qazanacaqsa, yenə də bunu etməyək. Siz də düşünürsünüz ki, hazırlığa ehtiyac yoxdur? Hazırlığa ehtiyac yoxdurmu? Əslində bu biraz belə deyim, artıq elə məqamdır ki, bir neçə istiqamətlər üzrə hazırlıqlar belə var müsabiqə üçün. Amma mənə elə gəlir ki, əgər orada lazım olan bacarıqlar, yəni müəyyən məntiqdir, dünya görüşüdür, artıq sizdə varsa, bu istiqamət üzrə əlavə hazırlığa ehtiyac olduğunu düşünmürəm. Amma ola bilsin ki, məsələn, elə şəxslər var ki, deyə bilər ki, məsələn, məntiq, müəyyən riyazi, məntiqi olan o tapşırıqlar üzrə bu mənim zəif tərəfimdirsə, bu üzrə hazırlaşacamsa niyə də yox? Yəni bunu da etmək olar. Siz özünüz maliyyəçisiniz? Yox, mən maliyyəçi deyiləm. Mənim bakalavr təhsilim kimya mühəndisliyi üzrə olub. Daha sonra MBA oxumuşam. Yəni maliyyədən də başım çıxır, mühəndislikdən də başım çıxır. Daha sonra təhsildə işləmişəm. Karyeramı ümumiyyətlə təhsildən başlamışam. Bu səbəbdən yəni biraz hər tərəfli deyə bilərəm, bəli. Həm də intellektual oyunlarda iştirak edirsiniz. Bunun bəs müsbət tərəfi nə? Necə təsir elədi sizə?
İntellektual oyunlarda iştirak etmək mənə elə gəlir ki, bir çox müsbət tərəfləri var. Birincisi, sən artıq komandada işləyə bilirsən. Yəni bildiyimiz kimi yüksəlişin yarımfinal və final mərhələləri elədir ki, sən bir masada oturursan 6 nəfərlə və mənim üçün bu artıq bildiyim bir hiss idi. Çünki nə harda, nə zaman verilişində də sən 6 nəfərlə bir masada oturursan və hansısa bir problemi həll eləyirsən faktiki olaraq. Dar vaxt çərçivəsində, bir dəqiqə ərzində burada vaxt daha çox idi və bu bir üstünlük idi. Fərqli insanları dinləmə bacarığın var. Onların fikirlərini dinləyə bilirsən, analiz eləyə bilirsən və ortaq bir qərara gələ bilirsən. Yəni əslində oxşar paralellər çoxdur bu müsabiqənin. Siz demək olar ki, hazırlaşmısınız da. Hə, əslində belə çıxır ki, bəli. Və mənə elə gəlir ki, məsələn, intellektual oyunlarda iştirak etməyin ən yaxşı tərəfi bu qısa müddətdə qərar vermə bacarığını inkişaf etdirib. Çünki bir çox insanlar məhz bunu da büdrüyür. Bəli. Əslində qərar vermə prosesi orada çox vacibdir. Çünki bir dəqiqən var. Bir dəqiqənin içində sən həm versiyalar düşünməlisən, həm onlara tənqidi olaraq yanaşıb hansılarısa eləməlisən, hansılarısa önə çıxartmalısan və sonda qərar verməlisən və bu qərar vermə prosesində belə deyək də adətən intellektual oyunlarda kapitan olur. Tək kapitanın üzərində olmamalıdır təbii ki. Sənin də hansısa bir versiyan varsa, onun üzərində dayanmalısan. Eyni şey həm də yüksəlişdə idi. Burada heç kapitan da yox idi və bir konsensusa gəlmək lazım idi. Çox maraqlı bir hiss idi məncə. Amma qərarlar həmişə doğru olmur. Bəzən liderlər də səhv qərarlar verir və sonra o qərarların arxasında necə dayanmaq lazımdır, komandanın ruh düşkünlüyü olmasında nə etmək lazımdır, bu haqqda da danışacağıq çox qısa reklam fasiləsindən sonra. Sizin də bu mövzularla bağlı, yüksəlişlə bağlı ən əsası suallarınız olsa bizimlə əlaqə saxlaya bilərsiniz. Nərmin Aşurzadə ilə idarə etmənin əsasları davam edir. İş işdən keçməmiş dinləyin. Bakı Ali Neft Məktəbinin strateji inkişaf üzrə prorektoru və birinci yüksəliş müsabiqəsinin qaliblərindən biri Güldənə Hidayətli studiyamızda qonaqda. Onunla birlikdə biz müzakirə edirik həm yüksəlişdə qalib gəlmək üçün nəyi bilmək lazımdır, həm də təhsildə liderlik keyfiyyətlərinin inkişaf etdirilməsi haqqında müzakirəmiz davam edir və siz də qoşula bilərsiniz. Telefon nömrəmiz 012 404 11 22-dir. Amma biz qalmışdıq qərar vermədə. Aydındır ki, intellektual oyunlar sizə tez məşq edirsiniz bunu və daha yaxşı formalaşdırır. Amma başqa hansı üsullar var və ya öz düsturunuz varmı? Məsələn, qərar verməmişdən qabaq 5 dəqiqə düşünürsünüz. Məsələn, müəyyən texnikalar var da. Siz hansınısa tətbiq edirsiniz? Mənə elə gəlir ki, bu qərar verdiyimiz sahədən asılıdır. Çünki bəzən səhv qərar vermək çox neqativ bir şeylə assosiasiya olunur, amma bu həmişə faciə deyil. Yəni biri var ki, sən bir cərrahsan və ya hansısa bir mühəndislik layihəsində sənin kiçik bir qərarın partlayışa səbəb ola bilərsə, təbii ki, burada sən daha çox vaxt sərf eləyəcəksən və nə qədər çox vaxt sərf eləyirsən, analiz eləyirsənsə, bir o qədər qərarın düzgün olma ehtimalı var. Amma müəyyən hallar var ki, yəni bu bir dəqiqə verilmiş bir sualdırsa, buradakı sənin səhv qərarın faciə olmayacaq. Yəni bunu qəbul etmək lazımdır və o ehtimalı da nəzərə almaq lazımdır. Eyni məsələ yəqin ki, yüksəlişdəki o кейslərdədir ki, özdə orada maraqlı bir tərəfi var idi ki, orada verilən tapşırıqlarda düz və ya səhv qərar məsələsi yox idi. Yəni orada yoxlanılan daha çox kommunikasiya, komanda ilə işləmə prinsipləri və s. də. Ona görə bu baxımından müsabiqəyə qatılanlar yəqin ki, buna narahat olmamalıdırlar ki, mən orada səhv qərar verəcəm və ya düz qərar verəcəm. Yüksəliş müsabiqəsində ən çox lazım olan bacarıqlardan biri siz də qeyd etdiniz ki, bu komanda ilə düzgün ünsiyyəti qura bilməkdir. Bəs bunun öz sirləri var, necə etmək olar? Ancaq yüksəliş müsabiqəsində yox, ümumiyyətlə məncə həyatda ünsiyyət ən vacib belə deyim, bacarıqlardandır və ünsiyyət, adətən ünsiyyət haqqında danışanda bu daha çox danışıqlı assosiasiya olunur əksər insanlarda, amma ünsiyyətin məncə ən böyük komponenti düzgün dinləmə bacarığıdır. Yəni əgər biz insanları dinləyiriksə, onları daha yaxşı başa düşürük və ünsiyyətimiz də daha belə də produktiv olur, daha məhsuldar olur. Amma yüksəlişdə bu iki qat çətin məsələdir. Çünki əslində siz həm də bir-birinizin rəqibisiniz. Yəni nə qədər komandayıq desəydi, başa düşürsüz ki, siz bir müsabiqədəsiz və qalib gəlmək istəyirsiniz. Təbii ki. Yəni burada həqiqətən də belə bir dissonans var ki, sən bilmirsən ki, bu yarışdır, sən digərlərlə yarışasan və ya bu masada bir dəyər qataraq hamını bir konsensusa yığasan. Amma yəni ünsiyyətdə sən nə qədər yarışsan da, əgər komanda olaraq bir nöqtədən digərinə o həmin vaxt ərzində gəlib çatmayacaqsansa, sənin o masada digərlərindən daha yaxşı olmağın heç bir nəticə verməyəcək. Çünki sən ayrılıqda yaxşı ola bilərsən, amma sən masada hamı ilə yarışa girirsənsə və özünün super belə deyə egovu təmin eləyərək yaxşı olduğunu göstərirsənsə, bu nəticə deyil.
yəni bundan hansısa bir nailiyyətə çatmaq çətin olar deyə düşünürəm. Anlayıram. Təhsil sektorunda idarəçi olmağın gündəlik yükü nədən ibarətdir? Məsələn, prorektorlar nə iş görür? Prorektorlar nə iş görür? Burada əslində sahədən yəqin ki, asılıdır. Yəni orada təhsil işləri üzrə, tədris işləri üzrə, elm işləri üzrə və s. prorektorlar var. Mən hal-hazırda strateji inkişaf üzrə prorektoram və əslində təyinatım nisbətən yeni olub. Son zamanlarda institusional akkreditasiya prosesi ilə məşğul idik. Bu universitetin müəyyən auditdən keçməsidir, akkreditasiya sənədinin alınmasıdır, sənədlərin və s. proseslərin, prosedurların yerində olmasını yoxlayan bir prosesdir. Amma ümumiyyətlə mənim işim nədən ibarətdir? Universitetin strateji inkişaf planının hazırlanması, müəyyən bir missiyanın, baxışın formalaşması və bütün komandanın, həm heyətin, həm tələbələrin həmin o istiqamətə getməsi. Bəli. Yəni bu gün hardayıq, 5 il sonra harda olacaq? Əvvəlcə bu suallar olur da. Bəli, bu suallar əsas suallar və ora necə gedəcəyik? Bunu necə təyin edirsiniz? Kimlərlə müzakirə edirsiniz? Deməli, bu həmin o missiyanın, məqsədlərin, hədəflərin təyin olunmasında universitetin bütün maraqlı tərəflərin cəlb olunması burada vacibdir. Maraqlı tərəflər kimlərdir? Əgər universitetin, bilmirəm, belə deyək də, heyəti, ancaq rəhbər heyəti 10 nəfər oturub bu missiyanı formalaşdırsa, bu ancaq onların missiyası və strategiyası olacaq. Universitetdə maraqlı tərəflər kimlərdir? Təbii ki, rəhbərlikdir, müəllimlərdir, yəni akademik heyətdir, administrativ inzibati heyətdir, tələbələrdir, ən vacibi. İşə götürənlərdir, çünki biz tələbəni nəyə hazırlayırıq? Əmək bazarına hazırlayırıq və burada işə götürənlərin fikri və rəyləri çox vacibdir. Eyni zamanda cəmiyyətdir. Və bir çox hallarda hətta valideynlər də bu maraqlı tərəflər kateqoriyasına belə deyək, aid edilir. Və burada əslində çox çətin bir prosesdir ki, hər kəsin fikrini alaraq, hər kəsin istəklərini nəzərə alaraq bir missiya formalaşdırırsan ki, ora gedirsən. Eyni zamanda çətinlik nədəndir? Hər şey çox tez dəyişir və gözləntilər də çox tez dəyişir, resurslar çox tez dəyişir, maraqlı tərəflərin fikirləri də çox tez dəyişir, xüsusilə biz tələbələrdən danışırıqsa. Bu qeyd etdiyiniz tərəflərdən yəqin ki, hər kəsin düşüncə, istəyi eyni qədər nəzərə alınmır da, düzdür? Burada bir faizlə biri daha çox, biri daha az ola bilər. Bəli. Ən vacib oyunçu sizcə kimdir? Kimdən hər şey soruşmaq, maraqlanmaq daha çox lazımdır? Mənə elə gəlir ki, ən çox deməzdim, amma çox payı olan tərəf bu həm tələbələrdir, həm işə götürənlərdir. Çünki faktiki olaraq universitetin əsas missiyası nədir? Abituriyentləri tələbə etmək və onları əmək bazarına və cəmiyyət üçün hazırlamaq. Yəni burada cəmiyyətin gözləntiləri, bu tələbələrdən nə olacaq, onlar məzun olduqda işə götürənlərin tələbi və məqsədləri nə olacaq və tələbələrin istəkləri nədir? Yəni çünki biz tələbələri bir nöqtədən digərinə aparırıqsa, onların istəklərini nəzərə almadan onları apara bilməyəcəyik, motivasiya eləyə bilməyəcəyik. Doğrudur. Güldanə, bu yaxınlarda Elm və Təhsil Nazirinin müşaviri Nicat Məmmədli İctimai TV-də yayımlanan Xəbərimiz var proqramında qonaq olub və orada bildirib ki, bəzi ixtisasların tədris müddəti azaldılmalıdır və bununla bağlı işlər aparılır. Siz nə düşünürsünüz bu istiqamətdə? Məsələn, bu peşələrə, bu ixtisaslara hansılara aid etmək lazımdır? Əslində biz özümüz də bu istiqamətdə müəyyən bir işə başlamışıq. Müəyyən istiqamətlər və ixtisaslar var ki, həqiqətən də onların müddəti azaldıla bilər, daha effektiv istifadə oluna bilər. Bu bəzən biznesin müəyyən qolları ilə bağlı olan ixtisaslardır, menecmentə aid olan, bəzən bu ola bilər marketinqə aid olan hansısa bir ixtisaslardır ki, həmin ixtisasların müddəti həqiqətən də azaldıla bilər. Sən oxuyub qutarana qədər artıq dövr dəyişir. Dövr də dəyişir və nə qədər bunu uzatsan, o qədər ehtimal da çoxdur ki, sən biraz köhnəlmiş informasiya ilə işləyə biləcəksən, işləmiş olacaqsan. Ona görə bəli, belə ixtisaslar adətən daha çox humanitar istiqamətlərin müəyyən hissələridir. Bizim universitetdə məsələn əsasən biz mühəndislik istiqamətləri ilə işləyirik və onun azaldılmasını əslində biz özümüz də bu diskussiyalara aparmışdıq, amma məqbul görünməmişdi. Çünki mühəndislərin biraz yükü, bilməli olduğu fundamental biliklər daha dərin və çətin olur bəzən. Yəni mən burada hansısa istiqaməti daha asan və ya daha çətin olaraq ayırmaq istəmirəm, amma sonradan həmin şəxslərin məsuliyyət skopu belə deyək də var ki, bu nəzərə alınmalıdır. Bu gün mühəndis olmaq nə qədər dəbdədir? Gənclərin nə qədər marağı var bu istiqamətə? Mən deyərdim ki, kifayət qədər maraqları var. Çünki mühəndis olmaq, ümumiyyətlə
mənim özümün dediyim kimi bakalavr mühəndisliklə bağlıdır. Yəni mən hal-hazırda mühəndis işləməsəm də, mühəndislikdə oxuduqlarım, öyrəndiklərim ancaq hansı teoremlərdən və s. ibarət deyil də. Yəni teorem olsun, qanun olsun, formula olsun, yox. Amma sən məlumatla düzgün işləməyi bacarırsan, sən tənqidi düşüncəni daha çox inkişaf elətdirmiş olursan, məntiqi daha çox inkişaf elətdirmiş olursan və bu sənə çox kömək olur. Eyni zamanda mühəndisliklə bağlı ixtisaslar da əmək bazarında kifayət qədər belə deyək tələbat var və məzunlar işə düzəlməklə də belə deyək də problemlər çəkmirlər bu istiqamətdə. Ona görə maraq çoxdur. Tələb var, amma bu tələblər yəqin ki, əvvəlki illərlə müqayisədə biraz fərqlidir. Məsələn, əvvəl mühəndisdən bəlkə başqa bilik, bacarıq tələb olunurdu, amma bugün başqa. Bu fərq nədən ibarətdir? Fərq nədən ibarətdir? Yəni məsələn, daha əvvələ baxsaq, daha öncəki illərə, nə bilim bir 15 il, 20 il əvvəl, yəni bir şəxs universiteti bitirirdi və universitet ərzində öyrəndiyi şeylərlə, öyrəndiyi biliklərlə illərcə bir şirkətdə işləyə bilirdi. Hal-hazırda bu elə deyil. Hətta elə indicə universiteti bitirmiş şəxs gedib işdə yenə nələrsə öyrənməlidir. Çünki universitet hər bir iş yerinə aid hər bir şeyi öyrədə bilməz. Yəni hətta tələbə, yəni məsələn mən özüm tələbə olduğum müddətdə bir təcrübə proqramına getmişdim, Neft-Qaz şirkətinə və teoriyasını oxumuşam bunun. Müəyyən dərəcə praktikasında, videolarda falan, biraz laboratoriyada nələrsə görmüşəm, amma hər bir iş yerində gedib yenə də öyrənmək lazımdır. Ona görə universitet məhz tez öyrənməyi öyrətməlidir. Tez məlumatları belə deyək, emal etməyi və lazım olan nəticəyə gəlməyi öyrətməlidir. Yəni texniki biliklərdən daha çox bunlar. Bəli, yəni çünki elə dövrdə yaşayırıq ki, texniki biliklər biz bunu Google-laya da bilərik. Hansı şirkətdə işləyiriksə orada reqlament var, protokollar var, datalar var və həmin o data ilə, həmin o məlumatlarla işləməyi öyrətməliyik və tez qərar verməyi öyrətməliyik, prioritetləşdirməyi. Bəs gənc yaşda idarəçi olmaq bu necə bir hissdir? Təbii ki, yəni qürur vericidir yəqin ki, sizin üçün daha çox, amma çətin tərəfləri də var. Özünüzdən yaşca daha böyük insanları siz idarə edirsiniz. Necə öhdəsindən gəlirsiniz? Bəli, bu maraqlı tərəfidir əslində. Çünki belə deyək, buna idarə edirik deyəndə bu sadəcə hansı tapşırıq verib kiməsə nəsə elətdirmək məqamı deyil də. Yox, idarə etmə onsuz da çoxdandır bu deyil. Bəli, bəli. Amma maraqlı tərəfi nədir və çətin tərəfi nədir? Yəni universitetdə çalışanda sən həm özündən yaşca böyük professorlarla çalışırsan, həm gənc, məsələn, xaricdə yaşayıb gəlmiş müəllimlərlə işləyirsən, həm hər il motivasiyası və belə deyək davranışları dəyişən tələbələrlə işləyirsən. Bunları belə deyək, balansda saxlamaq həqiqətən çətindir. Çünki hər kəsin öz dili var. Hər kəslə sən, yəni mən Güldənə olaraq hər kəslə eyni danışa bilmərəm. Çünki biri bundan inciyə bilər, kiməsə bu motivasiya verə bilər, kimsə hansısa bir məqamı özündən razılıq kimi saya bilər və s. Ona görə sadəcə hər kəslə bir dil tapmaq lazımdır, kommunikasiya kanalı. Onda gəlin hələlik yaşca bölək də. Məsələn, yaşca sizdən daha təcrübə baxımından, yaş baxımından sizdən daha çox illərini sərf etmiş insanlarla düzgün dil tapmağın yolu nədir? Onları daha çox dinləmək, yoxsa? Onları dinləyərək nə istədiklərini başa düşmək. Yəni məsələn, bir gün mən gəlib desəm ki, biz bugündən flan sistemlə işləyirik. Məsələn də hansısa bir bilirsən, menecmentdə müəyyən bir platformalar falan olur. Məsələn, mən gəldim dedim ki, biz bugündən bununla işləyirik. Təbii ki, hansısa bir kateqoriya insan deyə bilər ki, bizə bu nəyə görə lazımdır? Köhnə yerə gəlib yeni adət gətirir, cavandır, bilmir ki, nə edir və s. Bu ola bilər. Düzdür, bizim komandada açığı belə bir şeylər azdır və belə deyək